İstəyirəm bir şeir deyim. Hekayədir. Başıma gələn bir hadisədir mənim. Oturub nəzmə çəkmişəm özüm üçün. Bəyənərsiniz inşallah. Deyir, üstü başım toz içində. Üstü başım toz içində. Bir dəfə işdən gəlirdim. Üstü başım toz içində. Bir dəfə işdən gəlirdim. O qədər can qoymuşdum ki, çox yorğun idim, ölürdüm. Götürdüm telefonumu, zəng elədim vəfasıza. Mənimlə heç danışmayan, ürəkdən sevdiyim qıza. Zənn elədim atmayacaq, amma götürdü dəstəyi. Dedim necəsən? Sən demə, yoxmuş danışmaq istəyi. Cavab da vermədi bu sözə, sağollaşdıq söndürdü. Mənim üçün yoxdur fərqi, dindirmədi, ya dindirdi. Çünki yenə sevinirdim, eşitmişdim səsin axı. Ürəyimdə özəl yeri vardı həmin kəsin axı. Az qalırdı sevincimdən uçmağıma, sevə-sevə. Onu xəyal edə gördüm, gəlib çatdım evə. Biraz sonra yaxın dostum gəldi, tez məni çağırdı. Dedi bunu görməlisən, adi şeydi ya ağırdı, bilmədim. Həyəcanlandım, verdi mənə telefonu. Söhbət idi, yuxarıya baxıb adım gördüm onu. Yəni mənim sevdiyim qız, sevgisi bir xəyal, yuxu. Düzü sevindim birinci, sonra dostum dedi oxu. Zəngdən sonra nədir ki bu? Fikirlərim azmış idi. Başladım yavaş-yavaş oxumağa, o yazmış idi. Ona de mənə yığmasın, danışdığım biri vardı. Öldüm, dirilmədim, sanki hər şey mənim üçün qutardı. Tamamilə çox dəyişdi halım, sevinmişdim axı. Bəlkə əvvəlki kimi olarıq, düşünmüşdüm axı. Qalmadı yaşamaq üçün zərrə marağım birdən-birə. Mənim acı hekayəmdir silinməyən bu xatirə. Sağ olun.